Salam, hörmətli izləyicilər, əziz Azərbaycan xalqımız və Könüllü Necəsə İctimai Birliyimizin başda sədri, çox hörmətli Təyyar müəllim, hər kəsi salamlayıram. Mən Azərbaycan Respublikası Könüllü Necəsə İctimai Birliyi Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Bəli, bu günlərim mən özümə borc bilirəm ki, bu gözəl bir günü biz elan etməliyik, qeyd etməliyik. Bayram günü 18 oktyabr Azərbaycan Respublikasının Milli Müstəqillik günü, Azadlıq günü. Doğrudan da biz Azərbaycan xalqı olaraq bu gün çox xoşbəxt bir xalqıq. Ona görə ki, 91-ci illərə nəzər yetirdikdə doğrudan Azərbaycanda hansı proseslərin getdiyini hər kəs bilir artıq. Həmin vaxtın nümayəndələri, insanları. Yəni Azərbaycan düzdür, həmin illər müstəqilliyini elan etdi, lakin çətinliklə üz-üzə qaldı. Lakin bizim ölməz prezidentimiz, ulu öndərimiz Heydər Əliyevin Azərbaycana qayıdışı artıq Azərbaycanın müstəqilliyini, azadlığını özünə qaytardı. Bəli, çox qürurverici bir hadisə. Ulu öndərimiz elə bir böyük bir siyasətçi idi ki, elə bir dünya lideri idi ki, onun qarşısında heç kəs belə deyək, dayana bilməz, heç bir siyasətlə dayana bilməz. Yəni dünyada yek bir siyasətçi şəxs Heydər Əliyev. Və bu gün də ulu öndərimizin siyasi kursunun keçmiş, onun layıqli davamçısı, Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandanı İlham Əliyev bugün xalqımıza elə bir sevinç, elə bir şöhrət yaşatdı ki, bu tarixə düşdü. Yəni Azərbaycanın Qarabağ bölgəsi, doğma yurdumuz özümüzə qayıtdı. Azərbaycan müstəqil, azad dövlət olaraq dünyada tanındı. Bugün Amerika kimi böyük bir dövlət, bəli, Azərbaycanı tanıyır və bizim cənab prezidentimiz İlham Əliyevə əl uzadır, onunla dostluq edir. Bu böyük bir şan-şöhrətdir. Çünki böyük bir Amerika, bəli, Azərbaycanı böyük bir dövlət kimi tanıyır. Dahi bir dövlət kimi tanıyır. Bu çox sevinici haldır. Ona görə biz hər birimiz, hər bir Azərbaycan vətəndaşı cənab prezidentimizin ətrafında sıx birləşməliyik ki, bax bu gözəl dövləti qurub, bu gözəl müstəqilliyi qoruyur, saxlayır və dünyaya tanıdır. Çox böyük bir siyasətdir, çox böyük bir qürurverici işdir. Biz də hər birimiz həmrəy olaraq bu yolda prezidentimizin yanında olmalıyıq. Bəli, bugün Azərbaycan doğruda dünyanın ən sabit, asayişini qoruyan ən bir böyük dövlət deyərdim mən ki, doğrudan da sayımız az olsa, amma Azərbaycanın siyasəti böyükdür. Böyükdür, doğrudan da. Ona görə də mən bugünkü gündə özümə borc bilirəm ki, bu müstəqillik günü, milli müstəqillik günü münasibəti ilə bütün birliyimizin başda sədri çox hörmətli Təyyar müəllim Zülfüqarov adından, birliyimizin bütün təşkilat sədrləri, üzvləri adından, öz adımdan xalqımızı təbrik edək, xalqımıza mübarək olsun deyək, müstəqilliyimiz həmişə daimi olsun deyək. Biz də bir ictimai Nəzarətçilər Birliyi olaraq daima cənab prezidentimizin yanındayıq. Bəli, təmənnası olaraq, prezidentimizin yanında olaraq dövlətimizə, xalqımıza xidmət edəcəyik həmişə. Buna görə də bir daha əziz Azərbaycan xalqı, sizləri təbrik edirəm, sizlərə can sağlığı, xoşbəxt həyat arzulayıram. Qoy Azərbaycanın suverenliyi, azadlığı əbədi olsun. Bəli, eşq olsun cənab Ali Baş Komandanımız, prezidentimiz İlham Əliyevə, onun ailəsinə. Biz də bir Azərbaycan xalqı olaraq daima prezidentin yanında olaq və bütün Azərbaycan xalqına eşq olsun deyirəm. Bayramınız mübarək. Diqqətiniz üçün təşəkkürümü bildirirəm.